Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, bütöv riyaziyyat sevərlər. Bugün mən sizə belə bir tənlik təqdim edirəm. Bu tənliyin həllinin maraqlı bir həll üsulu vermək istəyirəm. Sol tərəfi biz açsaq bu tənliyin 4 dərəcəli çoxhədli alınır. 4-cü dərəcə çoxhədlinin burada da əmsalı 1 olur, müsbət şərəl, islah olanda kub tənliyi alınacaq. Və o kub tənliyin də araşdırmaqla irrasional, rasional kökün olması məsələsi araşdırması çox ciddi məsələdir. Və biz sadə bir həll üsulu təqdim edək. Tənliyin sol tərəfini olduğu kimi yazıram. X çıxaq 2, vuraq X çıxaq 3, vuraq X çıxaq 4, X çıxaq 5 bərabərdir X-in üstü 4 çıxaq 1. Və belə bir qruplaşdırmalar aparıram. Deməli, birinci vuruqla dördüncü vuruğu bir qruplaşdırıram. İkinci ilə üçüncünü də bir qruplaşdırıram. Onda alınır belə. X çıxaq 2 vurulsun X çıxaq 5 qruplaşdırdıq bir bunları. Bir də X vurulsun X çıxaq 3 vuraq X çıxaq 4'ü də bir qruplaşdırır. Bərabərdir X-in üstü 4 çıxaq 1. Açanda burada kvadrat üçədil alınır. Olur x kvadrat minus 7x üstə gəl 10. X kvadrat çıxaq 7x üstə gəl 12. Bərabərdir x-in üstü 4 çıxaq 1. X kvadrat çıxaq 7x üstə gəl onu bir t ilə əvəz eləyirəm. Bərabərdir t əvəz edək. Onda alırıq t vurulsun. Burada alınır t üstə gəl 2. Bərabərdir x-in üstü 4 çıxılsın 1. Və belə bir teorem tətbiq eləyəcəyik burada. Teorem. 4 ardıcıl ədədin hasili ilə vahidin cəmi tam kvadrat təşkil edir. Yəni 4 ardıcıl natural ədədin hasili ilə birin cəmi bərabərdir bir ədəd, hər hansı bir ədədin kvadratına. X vuraq x üstə gəl 1, vuraq x üstə gəl 2, vuraq x üstə gəl 3, üstə gəl 1. Bu bərabərdir hər hansı bir p ədədinin kvadratına. Bu teoremin mahiyyəti ondan ibarətdir. İndi bizdə də burada 4 ardıcıl ədəd idi. Sadələşdirdi, belə alındı. Həmən bu biri keçirdəndə sol tərəfə alındı belə t kvadrat üstə gəl 2, t üstə gəl 1. Və biz o teoremin köməyindən istifadə edib bunun tam kvadrat olduğunu həm də gördük. Və o teoremə də əsasında bunu artıq daha tam yaxşı başa düşmək olur ki, t üstə gəl 1'in kvadratı verdi bu. T üstə gəl 1'in kvadratı. Bərabərdir x üstü 4'e yazıram x kvadratının kvadratı. Və burada a kvadrat çıxaq b kvadrat bərabərdir a çıxılsın b vuraq a üstə gəl b. Müxtəsər vurma düsturunu tətbiq edirik. Onda alınır, burada tətbiq eləyəndə yazacağım, bunu yazırıq t üstə gəl 1'in kvadratı çıxaq x kvadratının kvadratı bərabərdir 0'a və düsturu tətbiq edirik. T üstə gəl 1 çıxaq x kvadratı t üstə gəl 1 üstə gəl x kvadratı bərabərdir 0'a. T'nin əvəzləmədəki qiymətini nəzərə alsaq, olacaq x kvadrat çıxaq 7x üstə gəl 1, onun üstünə bir gələndə elədi 11 çıxaq x kvadratı. Və burada da eyni qayda ilə x kvadratı çıxaq 7x üstə gəl 11 üstə gəl x kvadrat bərabərdir 0. Alırıq. 2 vuruq hasil 0'dır. Hər bir vuruq aylıqda 0'a bərabərdir. Oxşar hədləri islah edirik. Birinci vuruqda aldıq mənfi 7x üstə gəl 11 vuraq. İkinci vuruqda oldu 2x kvadrat çıxaq 7x üstə gəl 11 bərabərdir 0'a. Və burada hər bir
2 vurğun hasili sıfırdırsa da hər birisini sıfıra bərabər eləyirik. Bərabərdir 0. Buradan aldım ki 7x bərabərdir 11'ə, x də bərabərdir 7'də 11, 1 tam 7'də 4. 1 tam 7'də 4. Və ikinci hissəsini həll eləndi. Tənliyin birinci kökü oldu, x bərabərdir 1 tam 7'də 4. Və ikinci hissəyə baxırıq. İkinci hissədə aldıq 2x kvadrat çıxaq 7x üstə gəl 11 bərabər 0 kvadrat tənliyi. Diskriminantı yoxlayırıq. Çünki biz həqiqi kökləri araşdırırıq. Və 7'nin kvadratı çıxaq 4 vuraq 2 vuraq 11. Bu da bərabərdir 49 çıxılsın 88. Kiçikdir 0 aldı. 49'dan 88'in çıxanda deməli bu halda tənliyin həqiqi kökü yoxdur. Beləliklə tənliyin, verilən tənliyin yeganə kökü x bərabərdir 1 tam 7'də 4 olur. Bununla da dərsimizin bugünkü misalın həllini başa çatdırdıq. Sağ olun, yeni dərslərdə görüşənə qədər.